Və danışdıq ki, insan ölərkən, yəni can halında onu çətin vəziyyət gözləyir, çətin anlar gözləyir. Və bəzi insanlar olacaq ki, onlar çox pis vəziyyətdə canını tapşıracaq. Bəzi insanlar olacaq, amma canların şirin tapşıracaq. Və keçən cümə o insanlar ki, canların pis tapşırırlar, çətin tapşırırlar, əziyyət çəkirlər, o mövzuya toxunduq. Bugün də yenə həmən mövzunun davamını danışacağım. İlk növbə bunu qeyd edeyim ki, insan ölüm haqqında düşünərkən, ölümün özü haqqında düşünsək, o can vermə halı bizə müəyyən qədər asanlaşar. Heç olmasa gün ərzində bir dəfə də olsun gəlib bu haqda düşünək ki, biz ölməliyik, biz əbədi gəlmədik, heç kəs əbədi gəlməyib. Bunu düşünməliyəm mən, bunu yaddan çıxarmamalıyam. Əgər bunu düşünsəm, müəyyən qədər əməllərimə fikir verirəm. Əməllərimə fikir versəm, o can alma anı asanlaşar. Allah Teala bizi üçün bütün nişanələri qoyub. Allah bizi üçün açıb qapıları, nişanə qoyub ki, biz ölümü xatırlayaq həmişə, yadımızdan çıxarmayaq. Loğman Peyğəmbər övladına nəsihət edir, deyir, oğul, əgər ölüm haqqında şəkk eləsən, gör eləyə bilirsən elə, yatma günah. Gör alınır. Neçə gün alınır? Uzağı 2 gün. 3-cü gün elə söhbət eləyə yuxurtar adamı. Gör yuxunu özündən uzaqlaşdırırsan, alınır. Elə ki yatdın, heç oyanma, gör alınır. Nə qədər yorğun olursan ol, axır bir 15 saatdan sonra oyanırsan. Gör uzaqlaşdıra bilirsən oyanmamağı, görsən alınmır. Yatanda ölümü xatırla, oyananda da oyandın. Qiyaməti xatırla. Başa düşkünə ki, bir vaxt belə qalxacaqsan. Necə yuxudan qalxdın, elə qalxmalısan. Allah yatanda nişanə qoyub, ölüm nişanəsi. Yuxudan da duranda bir nişanə qoyub, o da budur, qiyamətin nişanəsi. Allah gecə ölümü xatırladır, sübh qiyaməti qalıb insana. Nişanə var. Sübh durdun ayağa, sübh namazına. Yaxşı olar deyir insan fikirləşsin ki, qiyamət bir vaxt qalxacaq. Onu fikirləşəndə deyir, sübh namazı da müəyyən qədər halından, abu hava ilə qalar. Allah nişanə çox qoyub. Ölüm, yuxu, ölüm, bunlar deyirlər hədisdə bir qardaşdırlar. Ən-nəumu əxulüm maut. Yuxu ölümün qardaşıdır. Çünki bənzətmə var orada, müəyyən qədər yuxu ölümü oxşayır. Diqqətlə baxsınız, yuxu ölümü oxşayır. Və insan bunu dərk eləsin. Təsəvvür elə, gecə yatanda fikirləşir, ola bilər durmayanda öldüm. Bu axır yatmağımdır. Bunu dərk eləsə əməllərinə fikir verər. Ümumiyyətlə gələk fikirləşək biz. Başa düşməliyik, dəfələrlə həmişə deyilib bu mövzular ki, nə qədər çox yaşasaq belə, axır ölümdür. Ümumiyyətlə çox deyirik adını, heç çox da görsənmir. Allah, Nuh Peyğəmbərin hadisəsini deyim sizə, Nuh Peyğəmbər bir tarixdə yazılıb 2500 il. Bir tarixdə yazılıb 2800 il yaşadı. Başqa tarix də ola bilər. Mən ikisini bugün oxudum. 2800 il. 2800 il bitdi. Mələk gəldi. Həzrəti Əzrail gəldi. Əssəlamu aleyk. Salam olsun sənə. Ay Allahın Peyğəmbəri. Dedi, aleykəssalam. Rəhmətullah. Əyləşib günün altından o. Dedi, nə məsələdir? Dedi, canımı almağa gəlmişəm. Dedi, onda bir dənə izin ver, bu gündən keçin, günün altındakı dayanmışam, keçin biraz kölgə tərəfə, orada gəl canıma. Dedi, buyur. Gündən keçdi kölgəyə, bir 5-6 atdım o tərəfə. Ondan sonra mələk sual verdi, buna dünya necə gəldi, getdi sənə? Baxdı mələyə, baxandan sonra deyir, cavab verdin o. Dedi, bu gündən ki, keçdim kölgənin altından, nə qədər çəkdi? O 2800 il mənə o cürünə gəldi, getdi. Bilmədim, hardan gəldi, getdi. Necə gəldi, getdi. Necə yaşlandın, necə qocaldın. Elə bir dənə ev idi, bir qapısından daxil oldum, o birisi qapısından çıxdım, getdim. Bu cürünə gəldi mənə. O da bu həyat belədir. Baxırsan, son anlarda insan başa düşür ki, mən yaşadım məgər? O da Allah Qur'an-ı Kərimdə danışanda
belə danışır, deyir, Əlləzi xaləqəl mauta vəl həyat. Allah ölümü və həyatı yaratdı. Bir müfəssir belə deyirdi, birinci ölüm deyir, sonra həyat deyir. Birinci dünyadır, sonra ahirətdir. Dünyaya ölüm deyir, ahirətə həyat deyir. Yəni bu dünya ölüm kimi bir şeydir. Həyat yoxdur ki burada sanki. Aldatmışıq özümüzü. Həyat oradadır. Hər şey oradadır. Bütün gözəlliklər oradadır. Gəldi, getdi. Və pis insanların canı necə alınacaq? Və deyildi, bir ayə deyildi ki, can alınan anda onlar məst olarlar, heyrətdə olarlar, o yana baxarlar, bu yana baxarlar, başıma gələnlər nədir? Bir tərəfdən ölümün özünün çətinliyi. Allah Quran-ı Kərimdə buyurur, وَلَوْ تَرَا اِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ. Peyğəmbər sən bir baxaydın da onlara, o bəzi insanlara. Gör necə onlar ölüm burulğanında olduqlarını görərsən onların. Qalıblar sərgərdan, bilmirlər neyləsinlər. Ölümün özü çətindir, can verməyin özü çətindir. Və bəzi insanlara deyildi ki, xüsusilə çətin olacaq. Çox çətin olacaq. Səd ibn Cübeyr adlı bir şəxs var idi, böyük müfəssir idi. İmam Səccad əleyhissalamın vaxtında yaşayıb. Zöhddən danışanda zöhd, yəni dünya bağlılığını qırıb da. Bunu misal çəkirdilər. Səd ibn Cübeyr. Əhl-i Beytə çox bağlı idi. Olduqca bağlı idi. Çünki o dövr idi ki, Əhl-i Beytin tərəfdarlarının hamısını qətlə getirirdilər, bir dənə bu qalmışdı təxminən. Asta-asta qətlə yetirdilər. Qalanlar az qalmışdı, barmaq sayı. Bunu da istəyirdi aradan qaldırsınlar. Çünki bu hara gedirdi, Əhl-i Beytdən danışırdı. Mədh edirdi Əhl-i Beyti. Eşitdilər, bu həccə gedir. Həccac bin Yusif 20 nəfər göndərdi. 20 nəfər gəldi, axtardı, izlədilər, bunu tapdılar, gördülər səhrada, dayanıb, əllərini qaldırıb, Allahu Əkbər deyir, namaz qılır. Bu 20 nəfər ki, gəlib bunu tutmağa baxırlar heyrətdə ki, bu nə münacatdır. Amma gəlib də tutub aparsınlar. Gəldilər, tutdular bunu, dövrəyə aldılar. Biz sənə aparmalıyıq. Kim əmr edib? Həccac. Onsuz da mənası yoxdur ki, tutun aparın. Gətirdilər bunu, gecə çatdırdılar bunu Həccacın sarayına. Baxdı, o 20 nəfərə dedi, bu gecədən sübhəyəcən mənə bir dənə möhlət verin. Narahat olun, hara gedirəm ki, sizin yanınızdayım. Mənə bir dənə möhlət verin. Neynə nə istəyirsən? İşiniz yoxdur məndən. Bilirəm ki, qəbrin sorğu-sualı var, qəbrin əzabı var, bundan sonra başlayır, nə başlayır? Bu gecəni həsr edeyim Allaha. Səd ibn Zübeyrə baxdılar, baxandan sonra da bu düz danışan adamdır. Çünki yolda görmüşlər bunu. Hətta bilirdilər ki, yolda buna yemək verirdilər ki, gələ yi bunu. Dedi, mən sözün o haram tikəvizi yemərəm. Ac qalaram, haram tikəvizi yemərəm. Gəldi, qüsülün aldı, qüsül alandan sonra başladı, gecədən sübhəycən münacat elədi, Allah Allah dedi, Ya Rəbb dedi. Sübh gəldi, çatdı, gətirdilər Həccac ibn Yusifin yanına. Həccac ibn Yusif nə qədər elədi ki, bunu Əhl-i Beytə qarşı biraz döndərsin, alınmadı ki, alınmadı. Bütün aşıq idi, mühəbbət elə daxil olmuşdu qəlbinə ki, eşq belədir ya, eşqin xüsusiyyətini sənə deyirəm. Eşq ki, gəldi, daxil oldu qəlbə, göz də kör olur, qulaqlar da kör olur. Eşidirsən ki, sənə deyir, tikə-tikə eləyəcəm, eşitmir. Bütün eşq daxil olub vücuda. Deyir, səni öldürəcəm ama. Deyir, öldür da. İndi yıxırlar bunu yerə, bu gülür. Həccac baxır, buna niyə gülürsən? Deyir, gülməyimin səbəbi var, deyir, nədir? Deyir, sənə baxıram, səni yaradan Allahı bir də düşünürəm ki, bu cümlə bəndə Allahın səbrini düşünürəm ki, Allah nə qədər səbirlidir. Təəccübdən gülürəm. Sənin kimi məlun elə saxlayıb Allah. Dedi, yıxın bunu yerə. Yıxdılar ki, bunu yerə başını kessinlər. Bu üzün tutdu. Buyurdu, İnni vəccəhdu vəcihi lilləzi fətərəs səmavati vəl-ərd. Mən üzümü tutdum Allaha tərəf. Və mənə minəl müşriki. Mən müşrik deyiləm. Həccac görür ki, bunu üzü qibləyə tutublar. Deyir, tez edin, bunu üzü qiblədən çevirin. Ayə ilə cavab verir ki, narahat olmayın. Hara üzümü çevirsəm, onsuz da Allah oradadır. Fəsəmmə vəcihullah. Bunun ürəyi partlayır. Tez edin, bunun başını kesin. Bunun başını kesirlər. Baş düşür yerə. Mən bir tarixdə bunu oxudum ki,
Həmən o baş ki düşdü yerə, deyir, 3 dəfə dedi, la ilahə illallah. Amma Həccac ibn Yusuf ayıldı, ayılmadı. Amma can halında olanda deyir, bu qayıdıb deyirdi ki, hələ ki canını tapşırmamışdı. Hələ başını yıxmışlar ki, bunu kessinlər. Deyir, o anda qayıtdı ki, ya Rəbbəl aləmin, Həccacı bu axırıncı zülmü qərar vergən sən. Daha bu çox zülm elədi. Bunun duasını Allah eşitdi. 15 gün yaşadı. Həccac deyirlər, bu hadisədən sonra 15 gün yaşadı. Elə ki 15 gün tamamlandı, indi Həccac can verir. Elə pis can verir, ayılır, baxır, deyir, Səd ibn Zübeyri görürəm mən, gəlib qabağıma. Mənə deyir, niyə öldürdün məni belə? Huşu gedir, bir də ayılır. Bir də həmən sözləri deyir. Elə ki öldü, cəhənnəmə vasıl oldu, bunun tanışlarından biri bunu yuxuda gördü. Buna dedilər ki, sənə necə oldu bu? Dedi, Allah hər bir nəfəri ki öldürürdüm, o bir nəfərə görə elə bil məni hər dəfə öldürdü. 120 min yazırlar tarixdə öldürüb adam. Bilsən də necə? Bir dəfə demişəm, yemək istəyirdi. Süfrə açılıb, deyir, ləzzəti yoxdur bir yeməyin. Deyirlər, niyə? Gedin bir dənə şiyyəni gətirin, başını kesin, görün necə çapalayır. Ondan sonra nuş olsun, yiyeyim. Baxa-baxa yiyeyim. Bunu deyir, hər bir öldürdüyümə görə elə bir dəfə öldürdülər məni, amma bu Səd ibn Zübeyrə görə 70 dəfə öldürdülər, diriltdilər məni. Allah qoymaz ki, yerdə qalsın. Allah bunları görür axı, ya, məlun. Sən deyirsən, bunlar qalacaq yerdə. Yox. Bu çətin can vermək, bu biridir məsələnin. Məsələnin elə bir üzü budur. Asılsa gəlirik bu tərəfə. Sonra mələklər gəlir. İkinci məsələ budur. Allah Quran-ı Kərimində buyurur və keyfə, necə olacaq? İzə təvəffəthumul mələikə yazribunə vücuhəhum və ədbərəhum. Mələklər bulanın canını alanda həm üzünə vuracaq, həm arxalarına. Vura-vura canını alacaqlar. Döyə-döyə canını alırlar. Yəni həm dünya mələkləri vurur, həm axirət mələkləri vurur. Dünya mələyi vurur, ona görə vurur ki, dünya üçün niyə bir iş görmədin? Gəldin bu dünyaya, getdin, bir əlindən bir iş gəlmirdi. Ona görə vururlar. Axirət mələyi də ona görə vurur ki, axirətə niyə bir şey göndərmədin? Bu qədər Allah ömür verdi sənə. Ondan niyə biraz göndərmədin bu tərəflərə? Bu ikinci əzabdır, bax. Mələklər döyürlər, vururlar, əzab verirlər buna. Ki, çox çətindir bu. Mən sadalayıram sənə. Keçən dəfə danışmışdım, indi yığıram. Üçüncü məsələ budur ki, ölüm mələyin özündə, keçən dəfə dedim sizə, çox pis bir vəziyyətdə görür. Ki, dedim, öz batinin o mələyin simasında görür. Bu üç. Dördüncü məsələ budur, şeytanlar gəlir. Bir yox. Hədis budur, şeytanlar gəlir. Nə qəribə hədis oxudum bugün. Hətta kafirin başının üstünə deyirlər ki, Peyğəmbərlə Əli gəlir. Sən diqqətlə qulaq asın. Əli gəlir, Peyğəmbər gəlir, Cəbrail gəlir, Həzrəti Əzrail gəlir. Əli əleyhissalam deyir Peyğəmbərə ki, Peyğəmbər bu mənim düşmənim olub. Peyğəmbər Həzrəti Cəbrailə deyir, Cəbrail bu ki əhl-i beytə düşmən olub, sən də buna düşmən ola. Cəbrail Həzrəti Əzrailə deyir, bu əhl-i beytlə düşmənçilik edir, bilirsən? Bundan olmaz ha, yaxşı davranmaq. Həzrəti Əzrail baxır ona, amannamən var. İndi ölənə. Amannamə nədir? Orada yazılmamışdı, mən belə başa düşdüm. Amannamə həmən əhl-i beytin məhəbbətidir də. O olmayandan sonra orada onun nə işi var? Var, yoxdur. Deyir, bunu pis vəziyyətdə canını alırlar. O da görür ha, kafir, Əli əleyhissalamı görür. Mən bilmirəm bir hadisə olmuşdu, o doğrudur yoxsa doğru deyil. Öləndə deyirdi müqəddəs əhl-i beyt. Əgər deyibsə, təəccüb eləməm. Görür. Görür əhl-i beyti bəzi vaxtlar, bunların bəzisi ki, necə deyəlim başının üstündə. Deyir, məni danırdın yəni. Nə oldu? Gülürdü nə ona buna? Ziyarət haramdır, filan şey şirkdir, bu olmaz, o olmaz. İndi niyə baxırsan həsrətlə? Baxma həsrətlə. O gözlərinlə baxma bu tərəfə. Dünyada baxsaydın mənası var idi. Ondan sonra ki, bunun canını alırlar, mələk canını alır, ondan sonra şeytanlar yenə tökülür. Bunun götürürlər ruhunu, bağışda bir ifadəyə görə. Qəbrə aparana qədər ağızlarının suyunu atırlar bunun üstünə.
Məlunsan yəni sən. Bu cümlə təhqir edirlər. Qəbri aparına qədər. Ağzının suyu gəlir onun üstünə. Və şeytan da gəlir orada əli boş dayanmır, elə belə dayanmır. Keçən dəfə dedimsə təlqinlər eləyir, sözlərin deyir. İstəyir qarşı tərəfə sözün yeritsin. Son ana qədər bu şeytan əl çəkmir axı. Nə dünyada əl çəkdi, nə axirətdə, nə ölüm anında əl çəkir bu. Sadəcə olaraq dünyada asta-asta alır ömrümüzü bəzi vaxtlar xəbərimiz olunur. 5 dəqiqə ver mənə nə olacaq? Filan günahı ilə tövbə eləyərsən nə olacaq? Tələsmə hələ Kərbəlaya getməmsən, Kərbəlada girərsən, tövbə eləyərsən, nə olub bəyəm? Cavan, hələ cavansan, biraz cavanlıq elə. Nəyə tələsirsən? Asta-asta 5 dəqiqə oradan uğurlayır. 15 dəqiqə bu tərəfdən uğurlayır. Mərhum Nəraqi Me'rac-ı Səadət kitabını yazan əxlaq ustadı ki, o kitab tərcümə olub, o kitabı oxuyun. Ustadlar tapışır, Ayətullah Behçət özü tapışırır ki, o kitabdan heç olmasın, gün ərzində yarım səhifə, bir səhifə oxuyun. O bir dənə də kitab yazıb, təqdis. O kitabda bir dənə əhvalat danışır. Deyir, bir nəfər gəlir, bunu danışan əxlaq ustadıdır. Deyir, bir nəfər gəlir bazara, görür bir nəfər qoz satır. Dənə ilə satır. Deyir, bu 1000 dənə qozu neçəyə satırsan? Deyir, 100 dirhəmə. Deyir, 100 dənəsi neçəyə satırsan? Deyir, 10 dirhəmə. Deyir, bəs birinin nə qiyməti var ki? Elə-belə, pulsuz. Deyir, onu bir dənə verdi mənə. Götür. Bir dənə qozu götürdü, getdi. Fırlandı, bir də gəldi. Neçəyə satırsan bu qozu? 1000 dirhəmə. 100 dənəsin? 10 dirhəmə. Bəs birin, onun pulu qiyməti yoxdur ki. Onda bir dənə də verdi mənə. Üçüncü dəfə gələndə bu başa düşdü. Belə getsə, burada heç nə qalmayacaq. Dedi, yenə ver, dedi, yox. Başa düşdüm sənin hiylə bir çıx, get buradan. Da mən alıda bilmərsən. Bu əxlaq ustadı bunu danışır, danışıb qutarandan sonra deyir, şeytan da belədir, gəlir. Birdən biri deməz ki, sənə küfr elə. 5 dəqiqə verdi mənə. 5 dəqiqə nədir ki, buyur. Məsələn, sübh namazının, azanın vaxtıdır, 2 dəqiqə yatda durarsan. 2 dəqiqə başını qoydu, bir də oyandı, hələ oyadır mələk bunu. Yenə durdu. İstəyir qalxsın ayağa, şeytan o tərəfdən deyir, tələsmədə, hələ gün çıxmayıb ki, vacibdir. Bir də başını qoydu, bir də ayılır ki, sübh də getdi. Şeytan elə gəlir alır. Tədricən. Bir dəfə demir ki, ver hamısın mənə. Şeytan budur. Ölüm anında da gəlib əl çəkmir. Ölüm anında da gəlib əl çəkmir insanlar. Gəlir diyanır insan başının üstündə. Bu digər məsələ. 4-cü məsələ. 5-ci məsələ nədir? İnsan elə ki, can üstündə oldu, gözləri açılır, bəzi şeyləri görür, amma yanındakılar görmür. Onlar nədir? Biri budur, hədisdə Əli əleyhissalam buyurur ki, dostların görür. Baxır dostlarına. O alda sən görmürsən, amma o görür. Baxır dostuna, deyir, bu dost məni bədbəxt günə qoydu. Niyə məni bu günə qoydun sən? İndi gəl tutdu əlimdən. Heç nə eləmirsən axı sən mənə. Mən sənə görə günah eləyirdim. Mən sənə görə sən məndən qırılmayasan deyənə, xətrivə deyməyim deyənə sənə deyə bilmirdim filan günah elə. Baxır o dosta həsrətlə. Pis dostların hamısını görür. Allah gözünü açır, dostların görür. Dönə-dönə tapışırlar, dostlarınızdan müğayət olun. Baxın görün dostluğunuz kimdir. Yaxşı dostlar. Ya yaxşı dost, ya da dostun var, günah əhlidir, sən təsir qoy. Təsir qoymasınlar sənə. Sən təsir qoy, nəyə utanırsan? Bir kiçik qardaşın kimi deyirəm. Niyə utanır o şəxslər ki, dostun 20 ildir görmür, birdən görüb, indi bilmir bu namaz qılandı, o dilinin iffətini verib, bu deyə bilmir ona ki, dilinin iffətini qoru. Niyə utanır? Onu göstərəcək Allah ölüm anında, gətirəcək qabağınca, bax ona. Buna görə edirdin. İndi tutsun da əlindən. Niyə tutmur? Dostlar gələcək gözünün qabağına. Bu bir. İkinci məsələ nədir? İkinci məsələ budur. İkinci məsələdən məqsəd, yəni göz ki açılır, görürsən. Övladlarındır. Övladlarını görürsən. Təcəssüm edir. Necə görürsən, nə bilim. Baxırsan onlara. Bu övladdır ya. Deyirsən ona ki, səni bilsən necə istəyirdim, deyir, danışır, bizim xəbərimiz yoxdur. Övladına qayıdır, deyir ki, mən səni çox istəmişəm. Mənə tək qoymaya. Deyir, o da cavab verir. Ata, əlimdən bir şey gəlir,
O da aparacam səni qəbrə qoyacam. Ondan o tərəfə bir şey yoxdur. Bunu bacarıram. Daha gəlib qəbirdə yatan deyiləm sənə mən. Düzdür, sən mənə görə günah elədin, haram işlədin, gətirdin mənə loxma verdin, yedim. Sən mənə görə verirdin ki, mən acından ölməyim, bilirəm. Amma buradan o tərəfə qutardıq. Sən ki səndə, mən ki məndə. Hələ yaxşı övlad olsa qəbrə qədər. Pis övlad olsa Allah o gündən saxlasın ki, hələ ata can üstündədir ki, qardaş qırır bir-birini ki, bu mənə çatacaq, o birisi deyil mənə çatacaq. Allah o gündən saxlasın. Orada görür övladlarını. O insanlar ki, bağlanıblar övladlarına, onlar bədbəxtlər. O an çox çətin olacaq. Övladın gərək bağlılığın qırsın insan. Övladın Allah'a xatir istəsin. Biraz acı söz deyəcəm, qəbul elə. Hərdən düşün günən baxda ki, ola bilər gedərəm evə görərəm oğlum dünyasında yaşayır. Gör nə təəssürat keçirdirsən. Üsyan başlayır, yoxsa deyirsən Allah vermirsən, alacaqsan. O övladın gərək bağlılığın insan qırsan. Həzrəti İbrahimə Allah deyir, İsmailin başını kəs. Nə istəyirdi ispat eləsin Allah orada? Yəni bağlılığı kəs. İbrahim də bağlılığı kəsdi. Yox idi ki bağlılığı da. Sonra İsmail də qaldı. İsa da kəsmədi. Bağlılıq gərək kəsilsin. Bağlılığımızı qırağın. Övladı da Allah'a xatir istəyin. Özümüzə görə yox. Ata var, övladın özünə görə. Mənim fəxrimdir. Övlad o sənəti bacarmır, atanın xoşu gəlir, güclə, bəla ilə o sənədə yönəldir buna. Gör, oğlun nə istəyir, onun potensialına uyğun onu yönəlt. Nəzarətdə saxlat və yönəlt. Özünü təkcə düşünmə. Özün üçün yaşama. O ki bağlılıq oldu övlada, o an ki görür övladı, övlad ona ayrılmaq ona çətin olacaq. Baxın, sizə bir söz deyirəm. Dünyaya kim nə qədər bağlandı, o bağlılıq qədəri ölüm anında əziyyət çəkəcək. Biləsiniz. Hətta 5 manata mən bağlansam, 5 manat ki Allahın yolunda verə bilməsəm, bağlansam o 5 manata, o 5 manata bağlılıq qədəri can verəndə əziyyət çəkməliyəm. Bilmək istəyirsə bilin. O bağlılıq qədər əziyyət çəkməliyəm. Odur, bizim böyük müştəhidlərimizdən idi, çox əzəmətli müştəhidlərimizdən biri idi ki, o ölüm anında idi, can üstündə idi, dedi, mənim o nəvərimi çıxardın oradan. Dedilər, ağa, niyə? Dedi, şeytan gələcək indi. Mən can verəndə gələcək. O nəvəmlə məni əl almaq istəyəcək. Çıxardın, görməyim onu. Ələm müştəhid idi ya. Onu çıxartdırdılar oradan. Ona görə insan gerək qırsın mı bağlıdır? Bağlılıq qalsa insan bədbəxt olar. O da buyururlar, əxricu minət dünya qulubəkum min qablə ən təxruca minha əbdanakum. Qəlbinizi ayırın bu dünyadan, bədənləriniz bu dünyadan getməmiş, qəlbinizi göndərin. Qəlb geçsin. Övlad da belə. Sonra nə canlanır? Sonra əməllərin canlanır. Xoş alıb o, gecə namazın canlanır. Müstəhəbbi namazın canlanır. Orucun canlanır, deyin, narahat olma, əlindən tutaram. Əməl orada bir dənə əlindən tutur. Əllamə Hilli deyir, bir dənə qəbirsanlığa getdim, gördüm o qəbirsanlıqda deyir, bir nəfərin qəbri var, oxudum, adını gördüm, Seyyid filan kəs, amma başa düşdüm ki, bu kənddən deyil, Əllamə Hilli deyir. Dedim, ya Rəbbəl aləmin, bunu mənə tanıtdır, görüm kimdir. Deyir, gecə yatdım yuxuda, gördüm bir şəxs gəldi, qayıtdı mənə ki, mən həmən Seyyidəm ki, sən məni qəbrimə gəldin, orada mənim adımı baxdın, dedim, mən tanımıram bu kimdir. Mən həmən Seyyidəm. Dedim, sən mənə əhvalatımı danış, dedim, mən tələbə idim, gəlmişdim bura. Oxumağa. Bir gün hücrədə tək idim, gördüm bir ağrı gəldi vücuduma. Elə bir dənə ağrı gəldi vücuduma. Bir də onu gördüm ki, qapı açıldı, bir dənə nurani bir şəxs girdi içəri. Baxdı mənə, dedi, necəsən? Dedim, ağrıyıram. Dedi, həkim istəyirsən? Dedim, bəli. Bir də gördüm, bir nəfər də nurani bir nəfər girdi içəri. O da girdi. O gəldi, əlini qoydu ağrıyan yerlərimə. Haram ağrıyırdı, əlini qoydu, ora ağrı kesirdi. Elə ki, gəldi, qoydu boğazıma, boğazım da ağrıyırdı, o anda ağrı kesildi. Amma onu gördüm ki, tələbə yoldaşlarım girdi içəri, baxdılar, der, Seyyid öldü, Seyyid öldü. Mən də qıraqdan müşahidə edirdim. Deyir, Əllamə Hilliyə qayıtdı ki, bilirsən o nurani şəxslər kim idi? Dedim, yox, kim idi? Dedi, o birinci daxil olan nurani şəxs əməllərim idi. O ikinci daxil olan Həzrəti Əzrail idi. Əməllərim Həzrəti Əzrailə təqdim elədi mənə. Həzrəti Əzrail gəlib əlini qoyurdu vücudumu, ağrı kesirdi. Rahat can vermişəm yəni. Belə can verənlər də var, gələn cümlə deyərəm. Çox rahat. Əziyyətsiz. Əməl əlimdən tutur. Üçüncü gözündə canlanan əməldir. Mal, övlad, əməl, malı deməmişdim, indi deyirəm. Bir də dost. Digər canlanan da əməldir.
Onu dedim sizə. Əməldən gələn insan müğayət olsun. Gözəl əməllərin sahibi olsun. Mal dövlətə bağlandı, bir də mal dövlətdə canlanan. O mal dövlətə nə qədər bağlanıb əziyyət çəkəcək. Hətta tələbə deyirdi, mən dostum deyir, can halındaydı, baxdım gördüm dostum can verir. Gəldim ona təlqin elədim, dedim dinən la ilahə illallah. Gördüm deyir, demirəm sındırma. Bir başa düşmürəm bunu danışır. 2 dəfə bunu iqrar elədim. Demirəm sındırma. Deyir, bir də gördüm özünə gəldi. Özünə gələndən sonra deyir, mən qayıtdım, huşu gəldi özünə. O anda dedim, nə məsələ idi, sən niyə elə danışırdın? Mən sənə deyirəm, la ilahə illallah deyirsən, demirəm. Dedi, çünki mən gördüm şeytan gəldi. Mənim bir dənə saatım var idi, çox xoşum gəlirdi o saatdan. O saatı gətirdi, göstərdi gözümün qabağında. Dedi, la ilahə illallah deyirsən, bu saatı sındıracam. Bir saat qədəri də bağlılıq olsa, can verəndə əziyyət çəkəcək insan. Bir saat qədəri. Elhamdülillah ki, axırda təlqin edirlər buna. Əməlləri var imiş ki, təlqin edirlər buna. Yəni, insan müğayət olan, çox diqqətli olan. Axırıncı hadisəni danışıram. Peyğəmbər zamanında var idi biri, İslam dinini qəbul edir, adı Əbdül Uzzadır. O vaxtlar belə bir şeylər qoyardılar. Uzza, yəni büt, yəni bütün qulu. Atası belə ad qoymuşdu buna. Deyir, bu iman gətirir, İslamı qəbul edir, atası dünyasını dəyişir. Buna böyük irs gəlir, çox pul gəlir, olduqca. Əmisi görür ki, bu İslam dinini qəbul edir. Deyir ki, ya bu dindən çıx, ya başqa yolun yoxdur. Hər şeyi alacam əlimdən. Bu baxır, deyir, xeyri yoxdur. Bu dinə elə aşıq olmuşam, nəyimi istəyirsən götür. Hər şeyin əmisi alır, deyir, 2 dənə parçaya bürünür, tarixdə belə qalıb atır. 2 dənə parça götürür, bürünür, gəlir Peyğəmbərin yanına, Peyğəmbər də namaz qılır. Peyğəmbər namaz qılanda gəlir, dayanır Peyğəmbərin qabağında, Peyğəmbər üzünü çevirir, baxır ona, deyir, sən kimsən? Deyir, mən Əbdül Uzzayam. Deyir, yox, Əbdül Uzza deyilsən, adımı mən qoyuram, Əbdullahsan sən. Peyğəmbər qoyur adını, bundan sonra edirmə. Deyir, Peyğəmbər evsiz qaldın, evsiz qalmamısan Əbdullah, evim sənin evin. Gətir evə. Bilsən fəlsəfəsi nədir? Haram qapıların hamısını bağla, dövrün imamı, mənəviyyat evinin qapısını açsın üzrə. Desin, buyur. Bu evə gəlmək istəyirdi. Açsın qapını, desin, ya Allah, buyur. Mən yediyimdən yiyib, mən içdiyimdən iç. Abdullah apardı evə. Abdullah ayrılmadı. Peyğəmbərə xidmət edirdi. Təbuk müharibəsində Abdullah ibn Məsud deyir ki, gecə vaxtı bir də onu gördüm ki, Peyğəmbərin Təbuk müharibəsində idi. Gecə vaxtı gördüm Peyğəmbər yanında səhabələr bir dənə tonqal qalayıblar. Deyir, mən yaxınlaşdım, gördüm. Peyğəmbər deyir ki, yanındakı səhabələrə qəbir qazıblar. Yanındakı səhabələr deyir, Abdullahı gətirin qoyaq qəbirə. Başa düşdüm, Abdullah dünyasında iş. Peyğəmbər əlləri ilə qoydu Abdullahı qəbirə. Abdullahı qoydu qəbirə. Qoyandan sonra üstünü örtdü. Əllərin qaldırdı Peyğəmbər. Bir dənə dua elədi. Ki, o duanın arzusundayıq hamımız. Dedi, Allahümmə, ya Rabbəl aləmin, inni əmsəytu raziyən ənhu. Mən bundan razıyam, ha? Mən Peyğəmbər razı qaldım bundan. Səndən də xahişim var. Fərdi ənhu. Sən də bundan razı qal. Səhabələr deyir, hamımız yanmışdıq, baxırdıq bu hadisəyə, hamımız əlimizi qaldırdıq, kaş bu qəbrin sahibi biz olaydıq, Peyğəmbər belə dua edib bizi üçün. Bu da belə öldü. Biri o cürünə, biri bu cürünə. 4 şey canlanır, dost, mal, əməl, övlad. Gözündə insanı görsənir. Ki, insan gərək müğayət olsun. Allah, ya Rabbəl aləmin, ilahi və Rəbb, sən and verirəm izzətivə, cəlalıvə, kərəmivə, rəhmətivə, mərhəmətivə, məhəbbətivə, müqəddəs məkanlara, müqəddəs zamanlara, İmam Hüseynin haqqına, Əhl-i Beytin haqqına, Xanım Zəhranın haqqına, ya Rabbəl aləmin, bu əllər ki, sənin dərgahıva qaldırmışıq, bizim əvvəl duamız budur, ölənə icəndə budur,
son nəfəslərdə əgər bizə nəfəs versələr, desələr bir söz deyin, biz bunu deyərik. İmam-ı zamanımızı salamat elə. İlahi, o ağanın zuhurunu təcil elə. Allah bizi o ağanı sevənlərdən qərar ver. Allah bizi o ağanı sevdirənlərdən qərar ver. Allah bizi o ağanı qəmləndirənlərdən qərar vermə. Allah bizi əhl-i beytündən ayrı salma. Allah bizi Qur'anundan ayrı salma. Allah bizi Hüseynündən ayrı salma. Allah Məkkə, Mədinə, Kərbəla, Məşəd, Samirra, Kazımeyn, Bəqi, Həc ziyarətlərin bizlərə nəsib elə. Allah buraya yığışan qardaşlarımı yerin göyün bəlalarından hifz elə. Allah günahlarını bağışla. Allah xəstələrimizə tezliklə şifayı acil inayət elə. Allah borclu qardaşlarımın borclarını verməkdə onlara yardımcı ol. Allah evsiz qardaşlarıma ev nəsib elə. Allah subaylarımıza gözəl ailə nəsib elə. Allah bizi biri digərimizə qarşı rauf və mehriban elə. Allah məxsusən bir seyyid qardaşım iltimas dua deyim, onun duasını ondan qəbul elə. Allah Hüseyniyyədə əyləşən xanımlarımızı yerin göyün bəlalarından hifz elə. Allah onları xanım Zəhra ilə məhşur elə. Allah onların dualarını onlardan qəbul elə. Allah burada hər növ xidmət eləyənlər var, xidmətlərin ali dərəcədə qəbul elə. Allah hər yerdəki İslama xidmət eləyən qardaşlarımız var, xanımlarımız var, onları yerin göyün bəlalarından hifz elə. Allah bura yığışanların qəlblərində olan o gizlin duaları onlardan qəbul elə. Allah sıxıntıda olan möminlərimizə İmam Musa Kazım hörmətinə, özlərinə fərəc, ailələrinə səbr bəxş elə.